Daha bir vacib məsələ var. Deməli, son zamanlar ictimaiyyətdə valideynlər tərəfindən ən çox müzakirə olunan məsələlərdən biri də məktəblərdə summativ pulu adı altında şagirdlərdən 3 manat, 5 manat, bəzən də hətta 10 manat məbləğində vəsaitlər yığılmasıdır və burada da sual yaranır ki, nazirlik tərəfindən məktəblərə summativ qiymətləndirmə tələbi qoyulubsa əgər, bunun üçün lazımi vəsaitlər təmin olunmurmu? Əgər təmin olunursa, bəs həmin A4 vərəqlərin aqibəti necə olur? Yığılan vəsaitlər məktəb rəhbərliyinin şəxsi büdcəsinə yönləndirilir, yoxsa həqiqətən də summativ qiymətləndirilmələrin keçirilməsinə sərf olunur? Belə olduğu halda bu vəsaitlərin toplanması bütün məktəblərdə tənzimlənərək vahid bir məbləğin müəyyənləşdirilməsi daha doğru olmazmı? Yaranan suallara 5-ci Çağırış Milli Məclisin üzvü əməkdar müəllim Sona Əliyeva cavab verib. Baxaq. Verdiyiniz sual tamamilə cəmiyyət tərəfindən narahatlıq doğuran bir məsələdir, hətta deyərdim problemdir. İlk olaraq onu qeyd eləmək lazımdır ki, rəsmi normativlərdə summativ pul anlayışı yoxdur. Yəni, heç bir rəsmi sənəddə bu ad altında hər hansı bir məbləğ qeyd olunmuyor. Və nəzərə almaq lazımdır ki, məktəb daxilində keçirilən bütün qiymətləndirmələr kiçik, böyük, diaqnostik fərqi yoxdur. Bunların hamısı Elm və Təhsil Nazirliyinin müəyyən etdiyi sənədlər əsasında tənzimlənir və burada deməli, valideynlərdən pul yığılması nəzərdə tutulmur. Əlbəttə ki, Nazirliyin mövqeyi də həmişə vurğulanıb ki, məktəblərdə pul yığmaq qeyri-qanunidir. Hətta deməli, Nazir Emin Əmrullayev da açıq şəkildə bildirib ki, belə hallar olduqda müvafiq tədbirlər görülür və hətta deməli, bəzi rəhbərlər vəzifədən azad da edilir. Ona görə də bax, onun çıxışında biz bunu dəfələrlə eşitdiyimiz üçün demək ki, bu məsələ tamamilə qeyri-qanunidir. Onu da qeyd eləmək lazımdır ki, məktəbdən məktəbə bu məbləğ dəyişirsə, deməli, həqiqətən də bu deməli, pul yığmaq forması qeyri-qanunidir. Çünki əgər bu sabit bir rəqəm olsaydı dövlət tərəfindən müəyyənləşdirilmiş, demək ki, bu məktəbdən məktəbə belə dəyişməz. Adətən bu xərclər valideynlərə A4 kağızının alınması və çap pulu kimi əsaslandırılır. Halbuki məktəb hər bir deməli, vasitələrlə, vəsaitlərlə təmin edilir və ümumiyyətlə imtahanın keçirilməsi qaydası dövlət belə deyək də, dövlətin müəyyən etdiyi bir qaydadır. Yəni, Elm və Təhsil Nazirliyinin müəyyən sənədləri əsasında tənzimlənir və bu dövlət tərəfindən keçirilir. Burada hər hansı bir pul yığımı ilə bağlı təşəbbüs olmamalıdır və ona görə də haqlı olaraq insanlar arasında narazılıq yaradır. Əlbəttə, haqlı olaraq valideynlər də sual edir ki, əgər Elm və Təhsil Nazirliyi məktəbi kağız və digər vasitələrlə təmin edirsə, niyə əlavə pul yığılmalıdır və yaxud da yığılan pullar hansı istiqamətdə xərclənir? Bu da çox vaxt valideynlərə şəffaf bir şəkildə açıqlanmır. Ona görə də əlbəttə ki, haqlı olaraq cəmiyyət narazı qalır. Ki, doğrudanmı bu pullar məktəbin real ehtiyaclarına mı yönəlir, yoxsa kimlərinsə cibinə gedir? Həmçinin, bilirsinizmi, belə bir qayda yoxdur ki, mütləq şəkildə ayrıca A4 kağızlarında və ya da çap formada imtahanlar keçirsin. Bu, şagirdlərin mövcud dəftərlərində də aparıla bilər. Əgər bu mümkündürsə, o zaman nəyə görə əlavə xərclərə ehtiyac var? Yəni, bilirsinizmi, əgər doğrudan da məktəbin resurs çatışmazlığı varsa, bununla bağlı valideynlər elə özləri dövlətə, ümumiyyətlə Elm və Təhsil Nazirinə müraciət eləməlidirlər ki, əgər təminat tam olaraq mövcuddursa, nəyə görə məktəbdə belə bir hal əsaslandırılır? Ona görə əlbəttə valideynlərin bu cür narazılıqları, narahatlıqları qulaq ardına vurulmamalıdır. Çünki təhsildə şəffaflıq və ictimai etimad üçün ən sadə addım bu suallara açıq cavab verməkdən ibarətdir.